Salamlar, vaxtınız xeyir olsun əziz şagirdlər, hörmətli müəllimlər. Bugün sizə hüceyrə haqqında danışırıq. Hüceyrənin burada gördüyünüz kimi 3D modeli qarşımızdadır və bu hüceyrə biz nüvədən başa düşürük ki, evkaryot bir hüceyrədir, yəni nüvəsi olan və membranla əhatələnmiş orqanelləri, kiçik hissəcikləri olan bir hüceyrədir. Hüceyrənin ən kənar onu əhatə edən təbəqəsi membran adlanır. Əgər bu heyvan hüceyrəsidirsə, bitki hüceyrələrində məlumdur ki, onun hüceyrə divarı da var. Biz isə bugün artıq bu bir heyvan hüceyrəsini ələ alıb onu incələyirik. Gəlin, baxaq görək bu hissəciklər nədən ibarətdir? Ən çöldə bu gördüyünüz narıncı hissə, gəlin qələmlə də işarələyək, bizim üçün hüceyrə membranı adlanır. Yəni bu hissə hüceyrə membranıdır. Gəlin indi burada rəqəmlənmiş hissələrə bir daha nəzər yetirək ki, bu hansı hissələrdir? Hüceyrə membranı yazıram. HM və növbəti hissəcik olan birinci hissəciyə baxıram görək bu hissə nədən ibarətdir? Golgi aparatı adlanır. Golgi aparatı məlumdur ki, paketləmə və göndərmə işinə baxır. Yəni, orada müəyyən zülallar gəlir, karbohidratlar gəlir. Həmin hissəcik hüceyrənin içərisində paketləyir onları və göndərir hüceyrə membranından çölə. Yəni, əslində biz deyə bilərik ki, Golgi hissəciyi və ya Golgi aparatı əslində hüceyrədə poçtalyon, poçt ofisi və ya poçt idarəsi kimi bir funksiya daşıyır. Gəlin, baxaq görək ikinci hissəcik nədir? İkinci hissəcik məlumdur ki, mitoxondridir. Mitoxondri enerji istehsalına baxır və prokaryot hüceyrələrdə, yəni bakteriyalarda, əsasən bakteriyalar məlumdur ki, prokaryot hüceyrələr adlanır, yəni onların nüvəsi yoxdur. Onlarda mitoxondri də yoxdur. Hüceyrə, çünki mitoxondri özü membranı var, özünün DNT-si var. Ona görə mitoxondri sadəcə evkaryot hüceyrələrdə, biraz daha mürəkkəb hüceyrələrdə var. Bunun işi də enerji istehsalıdır. Gəlin, üçüncü hissəciyə baxaq görək. Üçüncü hissəcik endoplazmik retikulumdur. Bu hissə isə iki növ olur. Hamar endoplazmik retikulum və kələkötürlü nahamar endoplazmik retikulum. Bu gördüyünüz isə hamar olmayan nahamar endoplazmik retikulumdur. Niyə bu nahamardır? Çünki üzərində ribosomlar var. Bu qırmızı gördüyünüz hissəciklər, qırmızı hissələr hamısı ribosomlardır və ribosomların işi hüceyrədə zülal istehsalıdır. Ona görə də zülalları üzərində saxlayan endoplazmik retikulumda daha çox əsasən zülal istehsalı ilə məşğuldur. Dördüncü hissəcik nədir? Gəlin, baxaq görək dördüncü hissəcik. Bu isə nüvədir. Nüvənin içərisində bilirsiniz ki, xromosomlar olur, DNT olur. Nüvənin içərisində daha da belə, deyək ki, sıx nüvə xromosom molekullarının, DNT-lərin olduğu daha da belə qatı hissə olan nükleolus deyilən, daha da nüvənin içərisindəki nüvəcik deyə biləcəyimiz hissə var. Ətrafda isə gördüyünüz kimi burada nüvənin özünün membranı var və membrandan açılan boşluqlar var. Burada bu boşluqlar vasitəsilə ribosoma RNT-lər hərəkət edə bilir. Çünki RNT burada özü istehsal mRNT, yəni mesaj daşıyan RNT burada istehsal olunur və mRNT buradan çıxaraq gedir ribosoma, ribosom isə onu oxuyaraq zülal sintez edir. Beşinci hissəcik isə, deməli biz 1, 2, 3, 4 bunlardan bəhs edirik. Beşinci hissə isə hamar olan endoplazmik retikulumdur. Hamar endoplazmik retikulum isə nahamar olandan fərqli olaraq hər hansı bir ribosom daşımır üzərində. Ona görə də onun işi sadəcə yağların və hormonların sintezidir. Zülalları sintez edə bilmir, çünki onun ribosomu yoxdur. Deməli, biz qələmlə işarələyəsi olsaq,
nədən bəhs elədik? Hüceyrə membranı və buna dedik Golgi kompleksi, buna dedik endoplazmik retikulum, nahamar olan, bu isə hamar endoplazmik retikulum, bu hüceyrənin nüvəsi və içərisində nüvəciyi. Bu gördüyünüz boz hissə hüceyrənin sitoplazması, bütün sitoplazmanın içərisində gördüyünüz bu orqanellər, bütün hissəciklər bunun içərisindədir. Bu qara hissənin altında isə, gəlin bunu ləğv eləyək. Bu qara hissənin altında isə 2 nömrəli hissəcik isə mitoxondri adlanır. Bu sarı hissəciklər isə lizozom adlanır. Lizozomlar ümumiyyətlə içərisində fermentlər daşıyır və həmin fermentlər həzmlə, hüceyrə daxili həzmlə məşğul olur. Belə, dostlar, bugün biz hüceyrəni öyrəndik, hüceyrənin müxtəlif hissəciklərini öyrəndik. Gələn dərslərimizdə görüşənədək.